Salam mənim kanalımın seyirciləri. Hər dəfə Şirvan elektrik stansiyasının qarşısından keçəndə çəkmək istəyirəm onu. Strateji obyekt olduğuna görə çəkmirəm. No, elm sevərlər üçün, məktəblilər, tələbələr üçün başa salmaq istəyirəm. Orada turbindir. Turbin deyəndə həmişə öz başa düşəcəyimiz qaydada maraqlı olsun deyə adi ventilator. Arkasında sarğı var. Su qaz vasitəsilə, məsələn, Şahdəniz yatağından qaz ötürülür Şirvan elektrik stansiyasına, məsəl üçün deyək. Orada qaz yanır, buxar əmələ gəlir qazanlarda. O buxarın regulatoru var. Buxarı pramoy turbinə buraxmaq olmaz. Nizamlayıcısı var. Buxarı buraxırlar turbinə, turbin fırlanır, eyni ilə ventilator mexanizmi kimi. Evində işlətdiyin adi ventilator mexanizmi kimi arkasında gərginlik yaranır və o bir çox stabilləşmədən filan keçdikdən sonra ötürülür yüksək gərginlik xətlərinə, transformatorlara. Bunları söyləməkdə məqsədim odur ki, bu sərfəli bir metod deyil. Qazın elektrik enerjisinə çevrilməyi əvvəl dahi o stansiya mazutla işləyirdi. Mazutla suyu qızdırırdılar, buxara çevirirdilər, basırdılar turbinə və o elektrik enerjisinə çevrilirdi. Yəni gənc nəsil başınızı işlədin, gələcəyinə inşallah. Bu ekonom metod deyil, həddən artıq itkiyə çox gedir. Elə bir şey fikirləşin ki, orada itki az olsun. Yəni qazın elektrik enerjinin bir növdən digər növə çevrilməsində itki az olsun. Bu qədər.